İstəyirdim İmam Hüseyni ziyarətə getmək. Heç vaxt getməmişdim. 2017-ci ildə belə içimdə o qədər arzulayıram. Elə istəyirəm getmək. İndi hansısa işlə mi bağlı, nəyləsə bağlı alınmır. Həyətdə iş görürdüm. Yay aylardı. Belə istədim elə çay qoyum içim bir. Dincəlmək üçün susuzluğundan da yanıram. Getdim məhəllə marketinə və balaca. Oradan su aldım ki, küçədə xoşlamıram su içməyi isti havalarda xüsusən. Dedim həyətdə içim. Belə evə çatmağıma az qalıb. Gördüm məhəllə uşaqlarından biri qaçır belə maykada satdı balaca uşaq. Qaç tutdu oynayırlar, nəsə oynayırlar su içindədir belə qaçır. Qaça da belə əlimdəki butulkaya baxa qaçdı. Yay ayı səhərin su əlimdə. Baxa belə qaçdı. Çağırdım ki gəl bura. Suzumu sabıydı. Rövşən əmi. Dedim Allah. Verdim və işte xırda əməldir də 40 qəpiklik sudur. Verdim uşağa. Həyətə girdim. Üstündən bir 6-7 dəqiqə keçib, 10 dəqiqə keçməyib. Görüm telefonuma zəng gəlir ki, Rövşən tez xarici pasportu göndər mənə. Dedim nə məsələdir? Tez mütləqdir. Bir adam var deyib ki, Rövşəni göndər Kərbəlaya. Tez bu dəfə bizimlə getməlidir. Yəni bu adamların, bu əhl-i beytin səninlə olan təmasıdır. Necə görürsən bunu? Bax, mən nə iş gördüm ki? Neynədim ki? Bir də sadəcə istəyim vardı getmək. İstəyirdim. Bir də xırda bir dənə, məhəllədə bir dənə belə balaca bir şey elədim də. Və girdim həyətə 10 dəqiqə keçməmiş bu xəbər gəldi mənə. Da başlamadım, Allah'a hardasa axtarım, yanımızdadır hər an.